Bilirsiniz, dünya həyatı çox qəribədir. Çox qəribədir. Onun dalınca gedəndə o səni arxanca sözün əsl mənasında sürüyür. Bunu başqa cür başa düşməyin. Bu o mənaya gəlmir ki, cəmaat işləməsin falan. Yox. Əksinə, müsəlman mal, mülk sahibi olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazından sonra etdiyi dualardan birisi nə idi? Allahümmə inni əsəlükə rızqan tayyibə. Rızqan tayyibə. Allahım səndən pak ruzu diləyirəm. Allahdan ruzu diləyirdi, diləmirdi. Diləyirdi. Bunun müqabilində kasıblığın şərrindən, kasıblığın zilləti var? Var. Ondan Allaha sığınırdı ya yox? Və necə sığınırdı? Allahümmə inni əuzu bikə minəl kufri vəl faqr. Allahım, küfürdən və kasıblıqdan sənə sığınıram. Kasıblığı küfürlə birlikdə zikirlədi. Çünki Allah qorusun, o kasıblığın zilləti insanı küfrə sürükləyə bilir. Başa düşürsünüz, bu asan deyil. Lakin bunu başa düşmək lazımdır ki, dünya elə bir dünyadır ki, insan onun dalınca qaçanda zahirdən getmir ha söhbət. Biz bayaq nə dedik? İmanın əsli hardadır? Tövbə, şükür, zikir, bütün və bu asiliklərdə də belədir. O küfrün, nifaqın, o böyük küfür, böyük nifaq, onların hamısı da qəlbdədir. Qəlbdən başlayır. Xeyrə və ya şərə doğru bir çeşmədir. Ona görə hədisdə gəlir ki, fəsada uğrayanda insan zay olur. İslah olanda insan düzəlir. Nə? Qəlb. Əyri düz hər şey ona baxılıdır. Bunu niyə görə deyirəm? Yəni, mən deyəndə ki, hətta sözüm düz başa düşülsün. Yəni, insan dünyanın dalınca qaçanda, indi deməli, mən əsasən, əsli etibarı ilə hansı mənada qaçmaq dedim? Qəlb, yoxsa bu, qəlb. İnsan var ki, bütün günü işdə, ola bilsin 2, 3, 4, 5 şirkətin müdürüdür. Amma yer üzündə olan insanların ən zahididir. İnsan var, kasıbdır, amma mal düşkünüdür. Bunu hardan götürdük? Qəlb. Qəlb. Adi bir misal.